Salam dostlar, sizler üçün YouTube-a oxşar bir proqram təqdim edirəm. YouTube-da məsələn videolara baxanda nəsə yazıb axtarış edib, nəsə baxanda pul gəlmir. Amma bu proqram verir ki, bu dollar verir. Bu dollar verməkdən ötürü nə etmək lazımdır? Bu da aslında nəsə şuralardan baxar və yaxud da burada axtarış yerinə istədiyin şeyi adını yazıb ya mahnı və ya hansı kino adını yazıb istəsəz yazırsınız, gələcək ekrana baxaraq dollar əldə edirsiniz. Burada reklam izləyərək də dollar əldə edə bilərsiniz. Sonra burada mahnı yerləri var. Radiodur. Bu yerdə axında radiolar var. Xarici radiolardır. Bunları baxaraq buradan da əldə edə bilərsiniz. Sonra bu axıncı yerə daxil olanda burada məsələn YouTube, Instagram, Facebook, Telegram və yaxud da hansı olsa girib üzərinə oradan da 2000 bunun öz şeyi var da, coin kimi şeyi var. 2000 əldə edirsiniz. Sonra gəlib bura dollar kimi düşür. İndi mən çıxarış eləyim. Burada çıxarış yeri var. Çıxarış yeri basırıq. Burada çıxarış yeri basırıq. Burada çıxarışlar Binance-dır, bir də Paye cüzdanlarındadır. Məndə sadəcə 0.51 sentim var. Minimum çıxarışda 0.35 sentdir. Mən Binance-da çıxarış edəcəm. Binance-ın ilk kodunu yazıram. Bir də 0.51 yazıram. Çıxarış edirəm. Çıxarış etmək üçün də burada üz görüntüsünü istəyəcək. Mən indi onu eləyim, təzədən qayıdıram. Burada üz görüntüsünü istəyəcək. Mən onu eləyim, təzədən qayıdım. Bu basanda üz görüntüsü istəyəcək. Onu eləyim, təsdiqləyim. 1-2 gün ərzində gəlir orada çıxarışlar. Burada görürsünüz, yazıb dala qayıdım. Yazıb ki 1-2 gün dayız. Yəni 1-2 gün ərzində gəlir. .51. Mən bir dənə üz görüntüsünü eləyim. Təzədən davam edəcəm. Mən üz görüntüsündən təsdiqlədim. 0.51 çıxdı. İndi burada basaq görək. Balansımdan çıxdı. Yəni balansımdan çıxdı. İndi 1-2 gün ərzində gələcək. Gələndə mən videonu təzədən çəkəcəm. Burada 1-2 gün ərzində deyil. Mən indi baxdım, gördüm ki, həqiqətən gəlib. Mən daxil olum, bura görürsünüz. Burada ödəniş elədir 0.51. Girəm Binance-a. Binance-a da 0.51 ödəniş elədir. Saatı da hamısı yazıldı burada. Yəni bu ödəniş eləyir. Məsləhət görürəm, bundan istifadə eləyəsiniz. Mən linki yerləşdirəcəm. Şərh bölməsində siz girib oradan daxil olub proqramdan istifadə edə bilərsiniz. Yəni bu sayt həqiqətən şəxs ödəniş eləyir. Sağ olun dostlar. Kanala abunə olmağınızı unutmayın.